Həzrət Peyğəmbər salavatullah 7 şeyi tövsiyə etmişdir. Birinci, müsəlman şəxsin dəfn mərasimində iştirak etməyi. İkinci, xəstənin görüşünə getməyi. Üçüncü, asqıran şəxsə afiyət, sağlam ol deməyi. Dördüncü, məzluma kömək etməyi. Beşinci, salam verməyi. Altıncı, dəvəti qəbul etməyi. Yeddinci, and içənin xahişini yerinə yetirməyi. Həzrət Peyğəmbər salavatullah Əli əleyhissalama buyurdu: Ya Əli, hər kəsdə 7 xislət olsa, imanın həqiqətinə nail olmuş və behişt qapıları onun üzünə açılmışdır. 1. Əhval-ruhiyyə ilə dəstəmaz almaq. 2. Namazı yaxşı qılmaq. 3. Malın zəkatını vermək. Qəzəb odunu söndürmək. Dili bağlamaq, yəni az danışmaq. 6. Günahdan tövbə etmək. 7. Peyğəmbər xanədanına qarşı xeyirxahlıq etmək.